Müəllime. Buyur Yelmar müəllim. Çok sağ olun dostlar. Bugün doğrudan da dediğim gibi Kəlbəcəri Qayıdış İctimai Birliği'nin yaradıcısı, Kəlbəcəri Qayıdış İctimai Birliği'nin hakikaten bugüne gelip çıkmasında, Kəlbəcəri Qayıdış İctimai Birliği'nin inkişafında, tərəqqisində. Bununla yanaşı Azərbaycanın azadlığı, Azərbaycanın suverenliği, Azərbaycanda gedən demokratiya uğrunda proseslərdə fədakarcasına iştirak edən, Azərbaycanın Qarabağ torpaqlarının azadlığı uğrunda 1-ci Qarabağ müharibəsində öz həyatı ilə, öz canı ilə müharibədə iştirak edən, müharibə iştirakçısı, müharibə qazisi, Azərbaycanın qazisi, çox dəyərli dostumuz, çox hörmətli Ramiz bəyin doğum günü. Ramiz bəy eyni zamanda həm də yaxşı bir dostdur, etibarlı bir tərəfdaşdır. Ramiz bəylə yəni hər yerə getmək var. Belə bir kişilər həqiqətən Azərbaycanda çox az oldu. Ümumilikdə çox, indi də cəmiyyətimiz elə bir cəmiyyətdə çətin proseslər gedir ki, görürsən yaxşı insanlar az gözə çarpırlar, az görsənirlər. Bax, bugün də bura toplaşmamızın Kəlbəcər rayonunun hər bir güşəsindən, hər bir kəndindən bura toplaşan bizim dəyərli ziyalılarımız var. Onun da mən səbəbkarı Ramiz bəyi görürəm. Ramiz bəy, sən həm də gözəl bir ailə başçısan, həm də gözəl bir el oğlusan, mərd kişilərdənsən. Səni təbrik edirik, səni bağrımıza basırıq. Allah sənə uzun ömür, can sağlığı versin və bir də hamımızın ən böyük arzusu olan suveren, azad Azərbaycanlı və azad Kəlbəcərdə, işğaldan tam azad edilmiş Kəlbəcərdə daimi bir sakin kimi növbəti ad günümüzü qeyd edir. Eşq olsun Azərbaycana, Azərbaycanın ordusuna, eşq olsun Azərbaycanın fədakar oğullarına. Bugün Ramiz bəy başda olmaq şərtindən. Yılmaz Bey sağ olun, hamısını dedim bize sağ olun. Sağ olun. Ürəyimdən keçən mənim təriflə, sürü təriflə bir şey yox. Nə ürəyimdən gəlir? Benim çatlı Sağ ol. Var olun. Kardeşler niye? Yani İşmişsiniz yukarıda. Təbrik edirəm qardaş. Amir müəllim sağ ol da, yəni sən yaxındasın. Sağ ol qardaş.